Qısa izahla dır şəkilçisinin leksik və yaxud da qrammatik olduğunu öyrənəcəksiniz. Əgər dır şəkilçisi leksik şəkilçidirsə, ondan sonra maq, məq, məstər şəkilçisini artıra bilirik. Əgər dır şəkilçisi qrammatik şəkilçidirsə, ondan sonra maq, məq şəkilçisini artıra bilmirik. Bunun nümunələrini göstərək. Danışdır sözündə. Danışdır maq. Maq artıra bildik. Bəli, artıra bildiksə, deməli burada dır leksik şəkilçidir. Sözün kökü isə danışdır, dan deyil. Payızdır maq. Artıra bilirik? Xeyr. Deməli buradakı dır qrammatik şəkilçidir. Payız sözün köküdür. Tikdirmək deyə bilirik? Bəli. Deməli dir leksikdir, tik sözün köküdür. Tələbədirmək deyə bilirik? Xeyr. Deməli sözün kökü tələbədir. Dir qrammatik şəkilçidir. Onu da qeyd edək ki, əgər dir qrammatik şəkilçidirsə, vurğu qəbul etmir. Burada düşür ənin üstünə. Əgər dir leksik şəkilçidirsə, vurğu qəbul edir. Bu qədər.